Ot hindi şəfaları bitməyən bir bitkidir. Ot hindi insan orqanizmini sanki yeniləyir. Bu bitki ilə müalicə olunan zaman orqanizm sanki təzələnir. Məşhur təbiblərin bir çoxu hətta bu bitkidən istifadə edir. Bəs bu bitkidən necə istifadə etmək lazımdır? Bir çay qaşığı ot hindi tozunu bir stəkan qaynar suya qarışdırıb içilə biləcək vaxta qədər gözləyin. Sonra bir çay qaşığı bal əlavə edib yeməkdən yarım saat əvvəl için. Bunu gündə 2 dəfə səhər axşam edin. Bu qarışım bütün iltihabi xəstəlikləri tək başına götürə biləcək bir gücə malikdir. Bu qarışımın faydasını görmək üçün ən azı 1 ay içmək lazımdır. Qanı duruldur, damarları elastik edir, təzyiqi normallaşdırır, beyin qan dövranını yaxşılaşdırır, diqqət və yaddaşı gücləndirir, zob düyünlərini əridir, frankiti götürür, anginanı qısa müddətdə sağaldır. Mədaltı vəz xəstəliyi zamanı çox faydalıdır. Podaqra şişlərini əridir, qurt qovucudur. Şəkər xəstələri üçün əvəz olunmaz bir şəfa mənbəyidir. Sadəcə şəkərin müalicəsi zamanı balın dozasını azaltmaq lazımdır. Xroniki qastrit və kolit zamanı faydalıdır. Revmatizm və revmatoidli poliartrit zamanı mükəmməldir. Bütün əzələ ağrılarında faydalıdır. Öd qovucudur. Öd və böyrək daşlarını əridir. Eyni zamanda bağırsaq xovlarının arasındakı daşları da əridir. Sistit və böyrək iltihabı zamanı faydalıdır. İmmuniteti çox gücləndirir. İllərlə çəkilən allergiyanı götürür. Xroniki bronxit, astma, bronxit və vərəm xəstələri üçün şəfa mənbəyidir. Damarların içini təmizlədiyindən və qanı durulaşdırdığından ürək qan damar sistemi üçün şəfalıdır. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm müalicələrin ən yaxşısı hicama və ot hindi ilə müalicədir deyə bildirmişdir.